Son dəqiqə, Dövlət Təhlükəsizlik Xidməti casusları ələ keçirdi. Saxlanılan 4 nəfərdən biri hərbiçidir. Xarici Xüsusi Xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan 4 nəfər həbs edilib. Reportun məlumatına görə həmin şəxslər bir müddət əvvəl həbs olunublar. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətində ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Məlumata görə, Xarici Xüsusi Xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qəmbərov və Vüsal Ağayev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbiçidir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Aliyev İordaniyada, Məmməd Şərifov isə Türkiyədə ələ keçirilərək Azərbaycana gətiriliblər. Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.